100 manatlıq kağız pul nişanı iqtisadiyyat və inkişaf mövzusuna həsr edilmişdi. Pulun ön tərəfində ölkənin inkişafını xarakterizə edən memarlıq nümunələri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdu. Pulun arxa tərəfində Azərbaycanın xəritəsi və ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdi. İndi isə 100 manatlıq kağız pul nişanının mühafizə elementləri ilə tanış olaq. Pulun ön tərəfində yerləşən mühafizə elementlərindən biri gizli rəqəmdir. Pulu şaquli istiqamətdə hərəkət etdirdikdə, sol aşağı küncdə rəngi tünd qırmızıdan yaşıla dəyişən möcüzəli rəqəm görünür. Pulu işığa doğru tutduqda, sol tərəfdə yerləşən su nişanı, işıqda görünən nominal və manat sözünü görə bilərik. 100 manatlığın ön tərəfində böyüdücü ilə görünən xüsusi dəqiq cizgilər və mikromətn yerləşmişdir. Pulun sağ aşağı küncünə baxdıqda, nominalın əsas dizayn mövzusuna uyğun olan holoqrafik nominalı görmək olar. Ön tərəfdə yerləşən əsas elementlərdən biri də qabarıq şəkildə hiss olunan relyefli nominaldır. Pulun ön tərəfinə diqqətlə baxsaq, yuxarı hissədə mürəkkəbsiz çap olunmuş AMB yazısını görmək olar. Bu yazı eyni zamanda digər nominallardan fərqli olaraq rəngini dəyişən yeni, gizli mühafizə elementi kimi əks olunmuşdu. Ultrabənövşəyi işıq altında 100 manatın ön tərəfi ekrandakı kimi görünür. 100 manatın arxa tərəfində üzərinə manat yazılmış metal sap yerləşmişdir. Pulu üfüqi hərəkət etdirdikdə iki rəngdən ibarət sehirli xətlər görə bilərik. Burada həmçinin mikromətn, xüsusi dəqiq cizgilər və surət çıxarmaya qarşı xüsusi xətlər mövcuddur ki, bu da pulun həqiqiliyinin tanınmasında əhəmiyyətli rola malikdir. Ultrabənövşəyi işıq altında 100 manatın arxa tərəfi ekrandakı kimi görünür. Pulun ölçülərinə gəldikdə isə uzunluğu 155, eni isə 70 mm təşkil edir.